Mən sizin hər birinizə təşəkkür edirəm ki, bu günlər gəldiniz. Amma bizim verişimiz burada yekunlaşmır. Sizlə sağollaşıram. Hə, Ofeliya, beləliklə günün sonuna gəlib çatırıq. Amma çox gözəl keçdi günümüz. Həqiqətən çox bəyəndim hər şeyi. Verişin əvvəlindən mən vəd elədiyim, hansı ki söylədim ki, səni bu günləri bacınla barışdıracağam. Mən bilirəm ki, siz bunu eləyən deyirsiniz. Mən buna da inanmıram. O zaman bir dənə sol tərəfə baxmaq lazımdır. Əziz tamaşaçılar, çox kövrək anları izlədik. Ofeliya xanımın bacısı söylədi ki, mən istəmirəm üzüm düşsün. O yüzdən Ofeliya xanımın bacısının üzünü göstərmirik tamaşaçılara. Amma mən istərdim ki, indi iki bacı uzun illərdir niyə küslü olduqlarının səbəblərini açıqlasınlar. Bundan ötürü çox darıxmışdım, həddindən artıq. İnanın ki, hər gün ağlayırdım, onu görmək istəyir. İnanın ki, böyük bir şey baş verməmişdi bizim aramızda. O zaman bacınla səni baş-başa buraxıram və bu illər ərzində bacıva vermək istədiyin, verə bilmədiyin sual hansı sualdır? Hansı sözdür? Onu istəyərdim bir gün veriş vasitəsilə söyləyəsən. Mən sənə canım qurban olsun, canım fəda. Nəinki sənə, siz üçünüzə də. Amma tez inciyirsən, Liza. Sən həddindən tez küsürsən. İnanın ki, Yalçın bəy, adi bir sözüm ona küsəcək. 2-3 il danışmayacaq. Adi bir əsəbimə. İnanın ki, aramızda elə böyükdürsən, biz necə böyümüşük, acısız böyümüşük. Biz yetim böyümüşük, bizə baxanı olmayıb, baxanımız olmayıb, özümüzə böyütdük. Ofeliya, siz bilirsiz, mən sizi əziyyətlə böyütmüşəm, anasız böyütmüşəm, onu sən özün yaxşı bilirsən. Mənim sizin üzərinizdə, hamınızın üzərində zəhmətin böyük olub, əziyyətin böyük olub, böyük bacınız olmuşam. Hər əziyyətinizi çəkmişəm, yenə də bacımsınız, canım sizə qurban olsun. Yəni, mən sizdən küsməmişdim, sadəcə birazca incimişdim. Onda ki, məsələn, əlimdən öpüm, evi yoxdur. Həmişə bu mehriban. Uzun illər ərzində küslü olmağa böyük bir səbəb olmalıdır. İnan elə böyük bir səbəbimiz olmayıb. Sadəcə olaraq mən adi bir şeydən həqiqətən inciyən insanam. Bir-biriniz evinə gelib gələcəksinizmi? Yoxsa veriliş xatirinə barışırsınız? Yox, əlbəttə elə şey olar. Yox, mən görürəm, bəzən baxıram veriliş xatirinə barışanları da. Yəni bizdə elə bir şeylər olmaz. Evdən sizə bir fotoqraf da ata bilərik. Bir yerdə olub. Böyük bacı olaraq Ofeliya nə tövsiyə vermək istəyirdiniz? Ofeliya tövsiyə vermək istəyirdim. Böyük bacısı kimi həmişə necə mənim hörmətimi tutub uşaq vaxtdan, elə də hörmətimi tutmaqda davam eləsin. İnşallah. Nə deyim? Sən mənim canım səndir. Nə ki, gözəl şeylər var, onu arzulayır. Həmişə yüksəklərdə olsun, daim ucalarda olsun. Sağ ol. Belə deyə bilərəm, çox sağ ol. Axtarıb bacımı tapmısan. Necə tapmısan, mən də onu da bilmirəm. Onu sən sonra mən sənə soruşuram, onu necə eləmişsən? Yalçın bəy sağ olsun, yoldaşımın tanışı olduğuna görə qırmadım onu. Yəni başqa aparıcı çağırsa da gəlməzdim ki, inan ki. Bacınız mənim qohumumun qonşusudur. Hə, ona görə qıra bilmədim Yalçın müəllimi. Dedim, yaxşı. Allah razı olsun sizdən, Yalçın bəy. Çox sağ olun. Sizin komandaya dərin təşəkkürümü bildirirəm. Var olasınız. Siz sağ olun. Bacı sənə qurban, bacı sənə heyran, bacı sənə qurban, bacı sənə heyran. Sürprizimiz bundan bitmir. Bacını övladını da gətirmişik. Oradan. Məhəmməd. Sənə qurban olur, nə xala? Baxım, xala sənə maşallah, gözəl oğlan olmuşsan sən. Sağ ol, xala. Xala, eşitmişəm, sənin səsin də var. Xalanın televiziya önündə izləyəndə nə hisslər keçirirsən? Sevinirəm. Həmişə xalamın uğurlarına sevinirəm belə. Sənə qurban olum, mən. Könlüm sənin asirin, qəlbim sənindir yar, qəlbim sənindir. İnsaf elə xoş sözlər, məni gəldindir yar, məni gəldindir. Heyif ötən zamana, həsrət qaldıq gümana. Əziz tamaşaçılar, beləliklə bir verişimiz də burada başa çatır. Növbəti verişimizdə hansı məşhur olacaqsa, onu anonslardan izləyəcəksiniz. Çox sağ olun ki, bizə baxdınız. Elif Electronics və Astürk Filtr'ın sponsorluğu ilə bir gün bitdi.